Değerli dostlar, bugün size ölümle üz-üzə qalan 276 kilogram çəkisi olan, o zamanlar 57 yaşında olan bir xanım pasiyentimizin həyat hekayəsindən qısa bəhs edəcəyik. Əlbəttə ki, pasiyentimiz illər öncə bizə çox ağır vəziyyətdə gəldi, gətirilərkən xərəkdə idi. Əlbəttə ki, çox ciddi kardioloji, anestezioloji riskləri olduğundan dolayı biz 276 kiloqramlıq bir pasiyentə mədə içmə əməliyyatından artıq söhbət edə bilməzdik. Amma buna baxmayaraq, pasiyentin özünün və yaxınlarının çox əzmkarlığı nəticəsində biz pasiyenti 7 ay ərzində əməliyyata hazırladıq və əməliyyat onu bütün anestezioloji risklərdən azad elədik pasiyenti. Əlbəttə ki, burada tam azad olmaqdan, tam sağlamlaşmaqdan söhbət etmir. Nisbi narkoza dediyimiz, yəni anesteziya hazırlıq bir dövründən söhbət edir ki, bu 7 ay ərzində pasiyent 276 kiloqramdan eyni zamanda 241 kiloqrama qədər də arıqladı və 241 kiloqramdan əməliyyat elədik. Artıq əməliyyatımızdan uzun illər keçib, pasiyentimiz 153 kiloqram arıqlayıb, 153 kiloqram arıqlayıb və az sonra siz həmin pasiyentimizin öz dilindən bu hadisələri eşidəcəksiniz. Bir neçə il bundan əvvəl, 3 il bundan əvvəl çəkimlə, xəstəliklə əlaqədar çox əziyyət çəkirdim. Bir neçə həkimin qəbulunda oldum. Həkimlər mənə heç ümid vermədilər, hətta belə müalicə yazmaq istəmədilər ki, yəni bu çəki səni axır ölümə aparır. Bir neçə həkim vaxt mənim üzümə belə dedi. Məni məsləhət gördülər, həm də haqqında çox eşitmişdim Taliyə doktorun qəbulunda olmaq. Bakıya getdim, Taliyə doktorun qəbuluna düşmək üçün. Dedilər ki, həkim xaricdədir, ona görə bir neçə başqa bir həkimlərin qəbuluna düşdüm. Amma mənə heç nə ümid vermədilər, nə də əməliyyat üçün razılıq vermədilər. Kör peşman özümə qapanmışdım, özümü çox pis eləyirdim. Aləm də çox, bədbinəş, çox pis olmuşdu. Yoldaşım, evlatlarım, hər kəs pis olmuşdu. Amma bəxtimə bir də eşitdim ki, doktor xaricdən qayıdıb, onun qəbulunda oldum. Doktor elə qəbuluna girən kimi o qədər gözəl qarşıladı ki, o qədər mənə ümid verdi, o qədər mənə ürəkçilik verdi ki, mən bir anlıq özümü çox sağlam bir insan hesab elədim. Ki, artıq mən sağalmışam. Belə o andaca belə bir qərara gəldim ki, mən əməliyyat olmaq üçün yəni o riskə gedim və həkim də dedi ki, bir həftəlik müalicə yazarıq və səni əməliyyat eləməyə yəni hazırlayarıq, hər şey yaxşı olacaq. Çox gözəl qarşıladı. Çox razıyam. Taliyə doktordan, o da Elvira xanım, onun köməkçisi var Tərinə xanım, o da mənim hər əziyyətimi çəkib. Elvira doktor, əməliyyatdan sonra belə nə vaxt, nə lazım olduğu, gecənin bir vaxtı olsun, narahat hiss eləyəndə onun məsləhətini almışam. Nəysə, Eldəniz doktor, anestezolog məni qəbul elədi. İlk anlıq bir anlıq elədi ki, mənim çəkim onu bir balaca narahat elədi, amma hər şey yaxşı oldu. Bir həftə, 10 gün, daha doğrusu müalicə elədilər məni. Əməliyyat hazırda və məni böyük bir çəki ilə əməliyyat elədilər. Nə az, nə çox, sözün doğrusu 157 kilo çəki verdim əməliyyatdan sonra. Və inana bilməzdim, yuxuda belə görərəm deyib buna ümid eləməzdim ki, mən o vəziyyətdən bu vəziyyətə qayıdaram. Çox şükür Allaha, mən başda Taliyə doktor olmaqla Elvira xanıma, ondan sonra orada Günel xanım, Xatirə xanım, fizioterapiya şöbəsi və hər kəsin adını çəkə bilməsəm, üzülü hesab eləsinlər. Əlbəttə, rəhbərlik möhkəm olan, rəhbərlik gözəl olan, rəhbərlik yerində olanda hər şey yaxşı olur. İşçilər gözəl olur, həkimlər də insana yanaşırlar. Eldəniz doktorun əməyi, hər kəsin əməyinə görə çox sağ ol deyirəm. Sağ olun, doktor. Heç vaxtı, necə deyim, unutmaram əziyyətinizi. 3 il keçməyə baxmayaraq, hələ də maraqlanırsınız. Hələ də mənim nə vaxt narahatçılığım olsa məsləhətlər verirsiniz. Çox sağ olun, Allah sizdən razı olsun. Allah canınıza sağlıq, önümüzə min bərəkət versin. Ailəlikcən hər kəs sizə minnətdarıq. Sağ olun sizə, Taliyə doktor, Elvira xanım, hər kəs. Kimin ki əziyyəti var, hər kəsin qabağında baş əyirəm, minnətdaram. Çox sağ olun, yaxşı ki varsınız. Doktorum, sağ olun, çox sağ olun.